Hər gün tüstü, müxtəlif yeməklərin qoxusu, xüsusən kababın. Babək prospektində yaşayan sakinlər restorandan havaya buraxılan tüstüdən narahatdır. Sakinlər deyir ki, Şadlıq Sarayında nə vaxt toy oldu, onlara nəfəs almaq, necə deyərlər, haram olur. Təmiz havaya həsrətdilər. Sakinlərin bu narazılığı ilə bağlı restoranlar nə deyiblər, aidiyyəti qurumlar bu barədə nə düşünür, bu narazılıq araşdırılacaqmı? Bütün bu məqamlara sıradakı sujetdə aydınlıq gətirilir, baxaq. Şadlıq Sarayının ətrafında yaşayanlar təmiz havaya həsrət qalıb. Deyirlər ki, gün ərzində bu Şadlıq Sarayından tüstü əskik olmur. Elə ki, axşam oldu, tüstüdən nəfəs almaq çətinləşir. İndi təqdim edəcəyimiz görüntüləri Monte Carlo Şadlıq Sarayının ətrafında yaşayan sakinlər qeydə alıb. Ətrafda yaşayanlar deyir ki, Şadlıq Sarayında toy məclisi zamanı bişirilən kabab, yemək qoxusu ətrafa yayılır. Tüstü duman əlindən qapı pəncərələri açmaq mümkün olmur. Tüstü olanda belə əlbəttə ki, uşaqlara da, böyüklərə də pis təsir edir. Onun iyi, pəncərəni aça bilmirsən iydən, ətrafda bağça da var, məktəb də var. Eləsi var, imkanı yoxdur. Onun iyisi gəlir, pis təsir eləyir. Havadan asılda, külək olmayanda, az olanda yayılır. Amma külək olanda vurur, aparır onu. Uşaqlara da iyisi yayılır, tüstü gəlir, narahat olurlar. Nəfəs almaq çətin olur. Məsələ ilə bağlı Şadlıq Sarayının rəhbərliyindən mövqe almaq istəsək də bu mümkün olmadı. Özünü restoranın inzibatçısı kimi təqdim edən şəxs bildirdi ki, yayılan görüntülər və səsləndirilən iddialar əsassızdır. Bizdə elə bir şey yox. Qurğular necədir ki, bəs? Yüksək səviyyədə. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən deyildi ki, son bir həftə ərzində müxtəlif restoranlarda monitorinqlər aparılıb və bir çox restoranlarda havaya normadan artıq tüstü buraxıldığı aşkar edilib. Bakı şəhərində fəaliyyət göstərən ictimai yaşayış obyektləri və restoranlarda keçirilən monitorinqlər və aparılan ölçmə işləri zamanı havaya normadan artıq tullantıların atıldığı müəyyən edilib. Faktlarla bağlı akt tərtib olunub. Obyektlərə məsul şəxslərin hər birinin 2500 manat məbləğində cərimə olunması üçün hazırda qanuna müvafiq tədbirlər görülür. İradi İbrahimov əlavə etdi ki, adı çəkilən Monte Carlo restoranı ilə bağlı da araşdırmalara başlanılacaq. Həmin restoranda quraşdırılan təmizləyici qurğuların texniki göstəriciləri normalara uyğun olub-olmadığı bundan sonra məlum olacaq. Əkbər Əlizadə, Samir Gülməmmədov, Sənan Bəhrəmli, ATV Xəbər.